Paytaxtla yanaşı bölgələrə də üst tutan xarici qonaqları Azərbaycanın əsrarəngiz təbiəti, sakinlərin qonaqpərvərliyi valeh eləyir. Əməkdaşlarımız Bakıda turistlərlə həmsöhbət olublar, təəssüratlarını öyrəniblər. Gəlin onları da izləyək. Xəzər dənizinin cəlbedici sahilləri, qədim tarixi özündə yaşadan içəri şəhər və əsrarəngiz təbiəti olan bölgələrimiz. Bütün bunlar müxtəlif ölkələrdən olan əcnəbi qonaqların Azərbaycana olan marağını daha da artırır. Ona görə ilin istənilən fəslində burada kifayət qədər turistə rast gəlmək mümkündür. Bakının ən sevilən məkanlarından olan Dənizkənarı bulvar ərazisindəyik. Burada günün istənilən saatında turist görmək mümkündür. Təəssüratlarsa ən yüksək həddədir. Təəssüratlarım möhtəşəmdir. Bugün şəhərə ilk dəfə çıxsaq da valeh olmuşuq. Belə bir gözəlliyi heç bir başqa ölkədə görməmişik. Bakının havası da çox gözəldir. Bu da ayrıca bir sevinç gətirir. Türkiye'den geliyorum. Azerbaycan'ı çok beğendim. Temizliği çok hoşuma gitti. Yemekleri çok değişik. Pilavlarınızı çok beğendim. Dolmanız çok farklı. Мы приехали с Израиля. İsraildən gəlmişik. Bakı barədə təəssüratlarımız çox gözəldir. Təmizliyi sözlə ifadə eləmək çətindir. İnsanlarınız olduqca mehribandır. Люди вообще прекрасные. İçəri şəhərdə turistlərlə söhbət zamanı məlum oldu ki, onlar Azərbaycanın bölgələrində də olub və kifayət qədər yüksək təəssüratlarla qayıdıblar. Salam Azərbaycan! Bura 2 həftə olar gəlmişik. Azərbaycanın şimal bölgələri olan Qəbələ, Şəki, Quba və Şahdağa getdik. Hər yer çox maraqlı və gözəldir. Paytaxtınızla yanaşı əsrarəngiz təbiəti olan bölgələriniz möhtəşəmdir. İnsanlar sakit, nəzakətli və çox qonaqpərvərdilər. Azərbaycana ilk səfərim deyil, bu ölkəni çox sevirəm. Çünki Azərbaycanın zəngin təbiəti, qədim memarlığı və fərqli mətbəxi var. Ölkənizin tarixi irsi çox zəngindir. Əsrarəngiz təbiəti olan bölgələrinizə səfər etdim və bütün bu gözəlliklərə heyranam. Azerbaycan'ın farklı şehirlerinde de bulundum ve gezdim. Özellikle Nahçıvan'ın Şerur kenti, Ordubat kenti, Sederek kenti buralarda bulundum. Buradaki misafirperverlik gerçekten çok hoştu. Biz Türkiye'de olduğumuzu hissettik aslında. Bizi gerçekten çok hoş karşıladılar. I am from Toronto, Canada. Kanadadan gəlmişəm. Burada olduğum üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm. Çünki ölkənizin bu qədər gözəl olduğunu təsəvvür belə etmirdim. Dəniz qoxusu, sərin külək, gün batımı mənzərəsi və qədim abidələr Bakıda olan hər kəsə fərqli duyğular yaşadır. I'm from Brooklyn, New York. New Yorkdanam. İlk dəfədir Azərbaycana gəlmişəm. Açığı, bura gəlməzdən əvvəl bu yer haqqında heç eşitməmişdim. Amma ölkəniz həqiqətən möhtəşəmdir. Biz burada özümüzü tamamilə təhlükəsiz və rahat hiss edirik. İçəri şəhəri gəzdik. Buranın havası da çox gözəldir. Bakıya aşıq olduq və bu bizim Bakıya son səfərimiz olmayacaq. Mütləq yenə gələcəyik. Bugün şəhər turuna çıxmışam. Sabah isə Qobustana, palçıq vulkanlarını görməyə gedəcəm. Sonraki səfərim isə Naftalana olacaq. Bütün bunlar Azərbaycanda ekoturizmin də öz inkişaf dövrünü yaşadığını göstərir. Dövlət tərəfindən reallaşdırılan layihələr nəticəsində regionlarda infrastrukturun yenilənməsi, yeni turizm komplekslərinin istifadəyə verilməsi ölkəmizə gələn əcnəbi qonaqların sayının ildən ilə daha da artmasına səbəb olur. Azərbaycan zamanla əsl turistik ölkəyə çevrilir. Emil Məlikov, Vahabi Manzadə, AzTV xəbər.